106 yaşlı qadın uzun ömürlülüyünün sirrini açdı. Böyük Britaniyada yaşayan 106 yaşlı John Clark uzun və xoşbəxt həyatının sirlərini bölüşüb. Woking şəhərindəki qocalar evində yaşayan Clark 3 dekabr 1919-cu ildə Sheffield anadan olub və 2-ci Dünya müharibəsi, monarxların tac qoyma mərasimləri, ayın fəthi, pandemiya və texnoloji inqilablar daxil olmaqla bir çox tarixi hadisələrin şahidi olub. O həyatının müxtəlif dövrlərində silah zavodunda, mağazalarda və ofislərdə çalışıb. Clark bildirib ki, uzun ömürlülüyünün cəmi 2 sirri var. Əlimizdə olanlara dəyər vermək və çatışmayanlara görə üzülməmək. Xoşbəxt olun və insanlara qarşı mehriban davranın. 106 yaşında olmasına baxmayaraq o kitab oxumağı, musiqi dinləməyi, əl işləri görməyi və çiçək kompozisiyaları düzəltməyi sevir. Heyvanlara xüsusi sevgisi var, xüsusilə Gasper adlı atını qeyd edir. Oxşar fikri Braziliyada yaşayan və hazırda dünyanın ən yaşlı kişisi sayılan 113 yaşlı Juan Marinho Neto-da bölüşüb. O, uzun ömrünü yaxşı insanların əhatəsində yaşaması ilə əlaqələndirir.